Gördüyünüz kimi çöl qapı, jalüzdür. Baxımız, həyətimiz belədir. Burada özünüz üçün qəşəng stol qoyub istirahət etmək üçün gözəl bir yer var. Evimizin həyətinin elə möhtəşəmliyi nə edirsə deyə. Gəlin bir dənə padvanası yaxınlaşan şeyə. Padvanın hündürlüyünə baxın. Daha cüt sərgə. Baxın, mənim boyum 1.80-dır. Görürsünüz, yüngülcə əyilirsən, içəriləsən. Görürsünüz kimi bu padvan sənsi. Evimiz yerdən 11 daş kürsüdür. Bir daha buradan həyat götürək, nə edirsən deyə. Çöl işıqlandırma sistemlərə baxın. Çöl kaskası da süper bir şeydir. Yəni evimizlə yaxından tanış olaq. Kanal sistemidir bu. Yəni birinci mətbəxdən başlayaq. Mətbəxə baxın. Elə çöldə deyək ki, stol atmışsın, qonaqlarınız gəlir. Mətbəx də buradır. Burada düş, pəncərəni açırsan düz pilləkədən geçsin. Ötür geçsin burada. Yəni əncə çək, oradan fırın yoxdur. Şəbəkə pəncərələr də görürüz kimi. Rozetkalara baxın. 1, 2, 3 tane rozet elə yan-yanadır burada. İkisi aşağıda, burada. Evimiz komün sistemidir. Kuxunan nə alma oyun çəkir. Valla yəni, avoydan başlasanlar bilir, avoy. Heç mən bunu təqdim eləməyəm ehtiyac yoxdur. Yəni, burada evimizin qonu otaqdır. Bölgüyə baxın. Baxın. Qona baxanlar. Yenə, çöldə bir nəfər var, əzdə çəkfırəm olur. Bir dənə pəncərə atsa, ay çıx gəl öpsün. Bakın, həqiqətən qardaşlar, and olsa Allah. Özümü o qədər istəyir ki, özüm də daha önce zarafat edeyim, gülərək çəkərəm. Çox super, çox möhtəşəm bir evdir. Gəlin. Baxın, böyle yatır otağı. Əla, bir şey səmiyim koyuyor. Bu evimizin yaylı pəncərə açırsan, bir dənə sıfırına gelir ki, gəl görərsən də. Gəlin, daşlı görürsün. Qapısına baxın. Əla qapıdır, gəl buraya, gəl. Sorun çəkin. Danış tutarmaz da. Kombi sistemini çək, hər otağın özündə kombi sistemi verir. Alana bax. Delikates. Miranda çək, sancələ bax. Adam burada hamama girsə çıxmaz hamamdan. Yeri görürsünüz, laminat yerimizdə, bax. 1 gram boşluğu zadı, heç nə yoxdur qardaş. Yerdən 11 daş kürsülüdür. Yəni həqiqətən də normal, gözəl bir ev axtaran varsa, bu evi almağı məsləhət görür. Gördüyünüz kimi də evə girəndən video çəkişlərində o qədər özüm görürəm. O qədər necə deyim, müsbət bir enerji verir ki, yəni möhtəşəm bir şeydir. Evimizlə bağlı 2000 sualı olarsa, bizim səhifəmizdəki əlaqə nömrəsinə direktdə yaza bilər. Evimiz 3 otaqdan ibarətdir. 11 daş kürsülüdür, həyəti bazası, çöldə oturmaq üçün də super bir yeri var. Allah satana da, alanda xeyir versin. Sağ olun diqqətinizə görə.